Cəsur Məmmədov, Sərdar bəy sanki bizim cəmiyyəti cadu ediblər, hamı etiraz edir, hər şeydən narazıdır, ancaq təşkilatlanmır. Bunun siyasi anlamı nədir? Niyə oyanmır və yaxud hansı halda oyanacaq bu xalq? Bu onu göstərir ki, hələlik bu ölkədə yaranmış vəziyyət o sən dediyin oyanma vəziyyətinə gətirib çıxartmayır. Baxın, su 100 dərəcədə qaynayır, amma 99 dərəcə qazmayana qədər o axırıncı bir dərəcə suyu qaynatmır. 99 dərəcə su qızmalıdır, axırıncı bir dərəcədə qaynamalıdır. Sosial prosesdə də belədir. Bu gün Azərbaycanda belə deyək də sosial qaynama, qızma gedir. Hələ qaynamaya çox var. O qaynama olanda onda biz baxacağıq ki, o bizə lağ eləyən özləri bizim dalımıza düşüb Peyğəmbər kimi biz əllərində aparırlar. Amma hələlik qaynama yoxdur. Ona görə də qızır, narazılıq var, etiraz var, qaçır. Elmi şəkildə sübut olunub ki, sosial-iqtisadi hüquqları arxasında qaçan xalqlar siyasi hüquqlarından imtina edir, könüllü imtina edir. Yəni adam seçkiyə könüllü getmir. Adam kimisə özünə könüllü olaraq prezident seçmir. Niyə? İş yoxdur, kasıbçılıqdır, başqa sosial evi yoxdur, mənzili yoxdur, evlənə bilmir, uşaq dünyaya gətirə bilmir, xəstəsini sağalda bilmir, uşağın məktəbdə oxudan. Bu cür şeylər düşünən adam heç vaxt siyasi prosesdə də iştirak eləməz. Bu bir elmi məsələdir. Bu sənin, mənim kəşfim deyil ki. Azərbaycanda da elə ağır sosial-iqtisadi vəziyyət var ki, insanlar hələlik o ümid edirlər ki, bəlkə bu yolla geçsəm o problemlər. Amma o yolla gedəcək, görəcək ki, o cürə yolla bu düşdüyü vəziyyətə xilas edir. Onda artıq siyasi hüquqlar burada mübarizə var. Onda Azərbaycanda 90-cı illərdəki kimi nəhəng partiyalar meydana çıxacaq. Kütlələr partiyaları dolduracaq. Evində axıncı manatı gəlib partiya verəcək ki, sən fəaliyyəti qur, mən sənin arxanda gəlməyə hazıram. Siz əminsiniz ki, indiki Z nəsli üçün məsələn o partiya önəmlidir. Yəni bəlkə bunlar başqa cür təşkilatlanmaq, başqa cür partiya sözü, ay müharibə, partiya sözü eramızın əvvəl 4-cü əsrdə Aristotelin, Platonun əsərlərində gedir. Siyasi partiyalar neçə min il keçir? 4000 ildir. Sən nə düşünürsən? Azərbaycana gələndə cəmsi 30 ildir partiyalar var. Deyirsən ki, bəlkə gənclərsin ona görə. Bəs onda bu 4000 illik tarixdə partiyalar niyə yox olmadı? Biz indi istəyiriksə ki, Azərbaycanda real vəziyyətə belə də don geydirək, əsaslandırıq. O qədər yalancı arqument gətirə bilərsən ki, bütün bəşəriyyətin inkişafı siyasi partiyalaşma ilədir. Bunun da əsası 4000 il bundan qabaq şəhər dövlətlər vaxtı qoyulub. O vaxtda da Roma, Yunan şeyində, parlamentində ayrı-ayrı fraksiyalar vardı, partiyalar var idi. Yəni siz siyasi çıxışlarınızda, publik önündə çıxışlarda heç vaxt yalançı arqumentlərdən istifadə eləməmişsiniz? Heç vaxt eləməmişəm. İnanmaq istəyirəm. Ola bilər ki, mən hər hansı bir arqumentim kifayət qədər əsaslanmayıb və yaxud da arqumentim kifayət qədər belə deyim şeydir. Amma dediyim heç bir yerdə mən qeyri-səmimi olmamışam. Mən həmişə səmimi olmuşam. Turan Məmmədli, Sərdar bəy, hakimiyyət insan hüquqları təşkilatlarını ölkədən uzaqlaşdırıb, vətəndaşlar çıxır meydanlara, həbs olunur. Siz çıxın meydana, biz də gələk sizin arxanızda. Niyə meydana çıxmırsınız? Baxın, indiyə qədər ən azı 1000 dəfə çıxmışam, sən gəlməmişsən. Sən elə, bax, mən özümü görürəm, Əli Kərimli mitingləri gedirdi. Axırıncı mitingi nəyə görə təxirə salıb? Lab axırıncı miting. Dedi ki, xalq gəlmir, özdə hökumət icazə vermirdi. Mən o mitingi keçirmirəm. Çünki baxdı ki, 3000-dən artıq adam gəlmir. Hər dəfə 3000 adam gəl. Biz özümüz də 15-20 il Azərbaycanda, qardaşım, əslində baxsan burada bir şey, o bizə hörmətli televizyon tamaşaçılar bizim haqqımızda heç nə bilmir. Şəxsən Sərdar Cavoğlu kimdir bilmir. Biz Azərbaycanda 1995-ci ildən 2005-ci ilə qədər minlərlə miting, minlərlə piçli eləmişik, minlərlə üzümüz həbsxanaya düşüb, bir neçə üzümüz öldürülübdür, nə bilim, həddən artıq böyük xəsətdir. Mən özüm 4 dəfə həbsxanaya düşmüşəm, mən işgəncələrə məhz olmuşam. Sən gəlib mənə desən, düş qabağa, mən geyim dalınca. Arkadaşım, mən 1000 dəfə düşmüşəm, özü də bizim partiya bilir. Mən deyirdim ki, məndən qabağa bir adam keçməsin, qoy polis vuracaqsa, döyəcəksə, öldürəcəksə, məni birinci öldürsün. Çünki mən liderim, səni mən dalımda deyəm. Sabah mən sənin başıma bir şeysin, sən ailəvə mən bir söz deyə bilməyəcəyəm. Qoy məni öldürsünlər və elə də olubdur, videolara baxın, görün, mənim üstümə neçədən polis düşüb, məni nə görə sahiblər? Huşum itənə qədər döyüb öldürüblər. Yəni, söhbət nədən gedir? Qardaşım, sən dediklər biz eləmişik. Səndə dərpənir, sən yalan deyirsən ki, sən get mən dalınca deyirsən. Bəli, Azərbaycanda 3-5% aktiv adam var, aktiv.
O adamlar mitingə gələ bilər, amma o 3-5%, 95% azad edə bilməz. Azərbaycanda Ramil Yusufov nə dedi? 2003-cü ildə əgər meydana 50 min adam çıxsaydı, biz xalqa əl qaldırmayacaqdıq. 10 min nəfər çıxdı, ona görə qırdıq hamısını, qabıqası sındırdıq, həbs elədik. Kim zadı nə demək? Özləri dedi ki, adam gəlməyib. Az bir adam ki də demagogiyadır. Məsələn, 7-8 bin mən çıxadıram meydana, xalqa azadlıq, İlham Əliyevə istefa. Bu demagogiya. Çünki niyə 10 milyon xalqın 10 mini neçə faiz demədi? Sıfırdan mində 1%. Adama deməzlər ki, bu xalqın 99% İlham Əliyevin arxasındadır. Sən də sıfırdan bunda 1% götürmüsən ki, niyə istefa verməlidir ki? Demokratiya çoxunluq deyil. Çoxunluq onun yanındadır. Nə zaman çoxunluq müxalifətin yanında oldu, Azərbaycanda hakimiyyət dəyişilmədi. Nə vaxt çoxunluq Azərbaycan müxalifətini müdafiə elədi, bu düşdüyümüz vəziyyət dəyişmədi. Heç vaxt xalq çoxunluğu bizim yanımızda olmuyor. Ona görə yox ki, biz getmişik Gürcüstanda, Amerikada, Avropada, başqa ölkələrin siyasi liderlərlə görüşmüşəm. Mən nə qədər senatorlar, kongresmenlər, xaricilər naziri, prezidentlər və s. onların heç birini təmasdan görmüşəm, bizdən üstün heç bir gücləri, qüvvələri, hətta bəzilən dünya görüşü mənə tərtibləndi ki, bu adamın dünyadan xəbəri yoxdur ki. Dəniz Baykal'la görüşəndə, Dəniz Baykal bizə dedi ki, rəhmətli İlyas İsmailovla görüşürdük. Dəniz Baykal da baş nazir müavini dedi ki, sizin ölkədə bir dənə belə qapışmaq vardı. Onun axırı nə oldu? Mən o vaxtda 2090 neçənci il, 5-ci ildə böyük mitiklər keçirdik şeylə bağlı. Mən dedim bəlkə o mitiklər, dedim siz mitiklər dedi. Yox dedi, ermənilərin sınavda bir qapışmaq vardı. Bu İlyas müavini dedi, bunun Qarabağ problemindən xəbəri yoxdur. Bu bilmir Qarabağ məsələsi, nə məsələ. Sonra da bizə dedi ki, verin geçsin oraları, başınızı niyə arıqdırsınız? Yəni bir ölkənin, özdə Azərbaycanın, lap yaxın bir ölkənin baş naziri müavini dünya görüşü bu qədər idi. Biz burada oturmuşuq, Qəzzada nə baş verir, iynədən sapa qədər onu təhlil edir, analiz edir, Amerikada nə baş verir, Afrikada nə baş verir, Azərbaycanda nə baş verir. Yəni bugün, hörmətli televizyon tamaşaçıları, bir şey bilməlisiniz, Azərbaycanda müxalifətin düşdüyü vəziyyət xalqla bağlıdır. Xalq özü aktiv olsa, Sərdar Cəlalova ehtiyac yoxdur, öz içindən bir nəfər çıxardacaq, irəliyə sürəcək, onun dalınca gedib öz haqlarını müdafiə edir. Amma neçə ki, xalq özü meydandadır və siz çalışırsınız ki, bütün ictimai passivliyi müxalifətdə görəsiniz, Azərbaycanda vəziyyət bundan da pisləşəcək.